Bismillahirrahmanirrahim. İnnelhamdülillah nahmeduhu ve nestaînuhu ve nestağfiruh ve na'ûzu billahi min şurûri enfusina ve min seyyiâti a'mâlina. Men yehdihillahu felâ mudille leh ve men yudlil felâ hâdiye leh. Eşhedü en la ilahe illallah vahdehu la şerîke leh ve eşhedü enne Muhammeden abduhu ve rasûluh. Rabbi şrah li sadri ve yessir li emri vehlul uqdeten min lisani yefqahu qavli amma ba'd. Allah Teala Zariyat suresi 55. ayette buyurur ki: "Ve zekkir fe inne zikra tenfa'ul mu'minin." Hatırlat, həqiqətən xatırlatmaq möminə fayda verir. Biz keçən həftə mühüm bir mövzu götürdük və hər bir müsəlmanın, iman əhlinin bilməsi mühüm olan və vacib əməllərdəndir ki, İnsan bunu öyrənsin, iman üzərində sabit qalsın. Bu mövzu barəsində danışdıq. Bu mövzudur ki, iman neməti və iman nemətində sabit qalmaq üçün olan səbəblər. Elm əhli gətirir ki, iman neməti ən böyük nemətdir. Çünki iman neməti səbəbilə insan həm dünya və həmçində axirət xoşbəxtliyinə çatır. Və bu nemət böyük bir nemət olmaqla yanaşı və həmçinin də bunu əldə saxlamaq üçün də çalışmaq mühümdür. Çünki hər bir nemət, Allah qorusun, hər bir nemət baxırsınız ki, onun əldə qalması üçün çalışmağa ehtiyac var. Və iman neməti isə üzərində çalışılması mühüm olan məsələlərdəndir. Çünki əgər insanın imanı gedərsə, Allah qorusun, insanın dini gedər və dünya və axirəti tamamilə zay olar, Allah qorusun. Və bir neçə səbəb götürdük, xatırlatma olaraq bunları götürək. Birincisi odur ki, insanın iman neməti üzərində sabit qalmaq üçün birincisi dua idi. Dua elə bir ibadətdir ki, ibadətlərin başı və tövhidin 3 qismini özündə cəm edən və həmçinin bütün xəstəliklərin şəfası, bütün borcların ödənməsi, bütün sıxıntıların aradan qalxması və evladsızlara evladın verilməsi və həmçinin küsürlərin barışılması, qəlbləri sınıq olan insanların qəlblərin yumuşalması, bir sözlə məhv olmuş bir bağın, bağçanın, bir torpağın təzəldən dirilməsi üçün ən böyük olan səbəbdir. Allah Teala Quran-ı Kərimdə buyurur ki: "Fəizə səələkə ibadi anni fəinni qarib." Əgər qullarım məni səndən soruşsalar, de ki, mən onlara yaxınam. Ucibu da'vətəd da'i ilə da'an. Dua edənin duasını qəbul edərəm. Dua mühüm bir məsələdir. Hətta insan çalışmalıdır ki, öz evladlarına dua etməyi öyrətsin. Duaya vərdiş elətdirsin. Hətta səcdə anında belə elə bir yüngül dua etsin ki, öyrətsin ki, öz evladı üçün. Məsələn, Rabbənə ətinə fid-dunya həsənə və fil-əxirəti həsənə və qina əzəbənlər. Duaya getdik, səcdəyə getdiyi zaman Subhanə Rabbiyəl ə'lə dedikdən sonra bu duanı etsin. Allah ki, bu dua bütün şeyləri içində cəm edir. Dünya və axirət şeyləri. Hətta bunu öyrənə bilmirsə uşaq, Fatihə surəsindəki dua var. İhdinəs sıratal müstəqim. Bu dua həqiqətən çox dəhşətli bir duadır. İhdinəs sıratal müstəqim duasının arxasında insan bilsə ki, nələr durub, nə qədər xəzinələr durub. Vallahi ki, insan bütün gününün duasını, bütün günündə etdiyi duaları, vaxtını bu dua üçün hazırlayar. Bu duanı etmək üçün vaxt sərf edər. İnşallah bugün bu dua barəsində də götürəsiyik. Yəni, İhdinəs sıratal müstəqim çox əzəmətli bir duadır. Getdin səcdəyə, İhdinəs sıratal müstəqim. Düzdür, Peyğəmbər sallallahu aleyhi və səlləm səcdədə və rükuda Quran oxumağa qadağan etmiş. Amma bunu dua məqsədi ilə insan edə bilər. Dua məqsədi ilə insan edə bilər. Və həmçinin insan duada və həmçinin evladlarını örgətəsi dualardan biri də odur ki, Allahümmə inni əsəlukə qalbən səlimə. Allahım, səndən salamat bir qəlb istəyirəm. Çünki salamat qəlb elə bir şeydir ki, qiyamət günü insana heç bir şey fayda verməyəcəkdir. Allah Teala Quranda buyurur ki: "La yenfa'u malun və la banun illa men atallaha bi qalbin salim." O gün insana nə malı, nə evladları heç bir fayda verməyəcək. Ancaq salih qəlblə, salamat qəlblə gələnlərdən başqa. Onun ki, dua mühüm məsələdir.
Və götürdüyümüz ikinci məsələ də o idi ki, insanın etdiyi əməldə ixlaslı olması. İxlas həqiqətən balaca bir əməli dağlar qədər edən və insanın Rəbbinin qatında ucaltan və həmçinin əməlin qabul olması üçün olan səbəblərdəndir. İxlas qəlbin əməllərindəndir. İxlas mühüm bir məsələdir ki, insanın öz Rəbbini tanıması, ona həqiqi bir şəkildə qul olub ona qulluq etməsi üçün. İnsan mütləq ixlası bilməlidir ki, Rəbbinin kim olduğunu bilib ona layiqincə ibadət etməsi üçün. İxlas mühüm bir məsələdir. Və həmçinin götürdüyümüz əməllərdən də üçüncüsü o idi ki, insanın özü üçün xeyirli bir dost seçməsi. Xeyirli bir dost mühümdür. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Əl-mər'u fi dini xalilihi. İnsan öz dostunun dinindədir və kiminlə dostluq etdiyinə fikir versin. Və həmçinin atalar sözü də var ki, onlar da deyir ki, dostunun kim olduğunu de, sənin kim olduğunu deyim. Yəni, bu da mühüm məsələdir. Yəni, insanın hətta götürdük ki, əyninə geyindiyi libası, onun hərəkətlərini, davranışını, sözlərini dəyişir. Necə ola bilər ki, daim bir yerdə olduğu dostu onun əxlaqına təsir etməsin və dostu onun əxlaqına təsir göstərir. Ona görə insan gərək öz dostuna fikir versin. İstəyir qadın olsun və kiminlə rəfiqəlik edirsə və kiminlə yazışırsa və kiminlə yol yoldaşı olursa buna fikir versin, diqqət yetirsin. Bir də görər ki, Allah qorusun, yəni imanı o dərəcəyə çatıb ki, sadəcə başındakı hicabı ibadət yox, sadəcə yəni bir parça kimi, parça halında görə bilər. Allah qorusun və onun da açması üçün ani bir şeydir. Ona görə kişi də öz dostunu elə dost seçməlidir ki, Allah qorusun onun dostluğu, onun seçdiyi dost onu elə bir hala gətirə bilər ki, hətta ola bilsin ki, sadəcə həftədə bir dəfə cümə namazı qalsın onda. Ona görə mühüm məsələdir. Və həmçində götürdük ki, insan öz evladları üçün də xeyirli bir dost seçməlidir. Bugün yeni məsələləri götürəsik ki, hansı ki, insanın iman neməti üzərində sabit qalması üçün olan səbəblərdən insanın, deməli, dördüncüsü odur ki, insanın ibadətləri yerinə yetirməsi, qadağanlardan çəkinməsi. Yəni, ibadət üzərində davamlı olması. İbadət üzərində davamlı olması. Bu, çox mühüm bir məsələdir. Çünki səbir, fikir versəz, müsibətlərə qarşı olan səbir var. Və həmçinin səbrin içərisində ibadətlərə olan səbir var. İbadətlərdə olan səbir, müsibətlərdə olan səbirdən daha üstündür. Çünki müsibət gəlir bir anlıq. Bir anlıq. Allah qorusun insana evinin yanmasıdır və yaxud da ki, malında müəyyən bir təlafındır, mal qarasının ölməsidir, maşının qəza etməsidir və bunun kimi müsibətlər gəlir. İnsan səbr edir, bu ilə qutarır. Amma ibadət elə bir şeydir ki, elə bir əməldir ki, insan 50 il, 70 il, 100 il bu əməl üzərində səbr etməlidir. Yəni, bu da mümkün deyil ki, Allahın yardımı olmasa, İnsan bu ibadət, bu əməllər üzərində sabit qalsın. Ona görə mütləqdir ki, insan bu əməllər üzərində sabit qalmağı üçün də dua etsin. Fikir verin, duanın iki qismi gəlir. Birinci var ki, insanın qəlbindəki imanının sabit qalması üçün dua etməsi. Bir də var ki, insanın bu əməllər üzərində, imanda sabit qalmağa səbəb olan salih əməllər üzərində sabit qalması üçün dua etməsi. Və insan dua edir ki, Allahım, mənə haqqı göstər. Və insan baxırsan ki, hidayətə gəlib. Əməl etmək istəyir, amma bilmir nə onun üçün xeyirlidir. Bilmir hansı əməl ibadətdir. Fikir və insan etdiyi dua səbəbi ilə Allah-u Teala ona haqqı göstərir. Və fikir verə həmçinin etdiyi dua səbəbi ilə Allah-u Teala ona hansı əməlin birinin digərindən fəzilətli olduğunu göstərir. Fikir ver, iki əməldir. Bir insan oturur, bir insan sədəqə verir və bir insan oturub Quran oxuyur. Hansı fəzilətlidir? Biri zikr edir, biri Quran oxuyur. Fikir ver, hansı fəzilətlidir? Bunlar məsələn vaxtları var.
Vaxtları var ki, bu vaxtında olunsa Quran daha fəzilətli. Bu vaxtında olunsa zikir nədir? Fəzilətli. Bunu ona bilməyə nəsib edən kimdir? Allah Subhanahu taala. Bu da nə səbəbi ilə? İnsanın duası səbəbi ilədir. Və həmçinin insan əməli bilir. Allah Teala ona əməli öyrətir və hansı əməlin daha salih əməl olduğunu da öyrətir, bilir və yaxşı, bəs ona nəyə ehtiyac var? Allahın yenə yardımına ehtiyac var ki, o əməli etməsi üçün. Fikir ver. Yenə düzəlmir. Yenə dua, insanın etdiyi dua onun o əməli etməsinə yardım edir. Onun o əməli etməsinə yardım edir. Və yaxşı, insan əməli bildi, xeyri əməli bildi, əməli etdi. Bəs ondan o əməlin qabul olması üçün nəyə ehtiyac var? İxlasa ehtiyac var. Deməli, insan etdiyi dua səbəbi ilə nə edir? Etdiyi əməldə ixlası əldə edir. İxlas oldu. Yenə əməlin qabul olması üçün nəyə ehtiyac var? Sünnəyə ehtiyac var. Peyğəmbər s.ə.v sünnəsinə müvəffəq olmalıdır. Əgər kimsə günorta namazını, zöhr namazını, imanı çoxdur, ixlasla 5 rəkat qılarsa, namaz ondan qabul olar, olmaz, rədd olmaz. Çünki Peyğəmbər s.ə.v sünnəsinə zidd olduğuna görə və həmçində etdiyi dua səbəbi ilə insan Peyğəmbər s.ə.v-in sünnəsinə müvəffəq olduğu şəkildə əməl edər. Və bu da əməlin ondan qabul olmasını nə edər? Səbəb olur. Və həmçində insan ola bilsin ki, bilsin, əməl etsin, ixlaslı olsun və həmçinin də Peyğəmbər s.ə.v sünnəsinə müvəffəq olsun, Allah qorusun, qabul olunmuyor bilə. Və həmçinin etdiyi dua səbəbi ilə onun əməlinin qabul olmasına və yüksəlməsinə səbəb olar. Və fikir verin, hələ dua o qədər böyük bir nemətdir ki, hələ qutarmayıb. Fikir ver, insan əməl edir, əməli qabul olur və həmçində başqalarının hidayətə gəlməsinə, başqalarına örnək olması üçün onun etdiyi əməl səbəb olur. Fikir ver, onun etdiyi əmələ görə başqaları da həmənki əməl etməyə müvəffəq olur. Məsələn, biri zəkat verir, malı var, çox malı var, qoyun quzusu var, məsələn deyək. Və yaxud da ki, ticarətlə məşğuldur, onun elmi olur, artıq malından zəkat verməlidir və zəkatı necə verməlidir və bilir və bunun verdiyi zəkatdan da qonşusunun və yaxud dostunun, iş yoldaşının xəbəri olur. Yəni, subhanallah, həmçinin dua səbəbi ilə də dostunun, qardaşının, iş yoldaşının da zəkat verməsinə səbəb olur. Fikir ver, dua nə qədər mühüm məsələdir. Ona görə dua çox mühüm məsələdir ki, insan duanı həyatından bir parça etməlidir. Etməlidir ki, həm əməllər üzərində Allahın ona yardımı gəlsin, müvəffəqiyyət olsun və həmçinin də və din üzərində sabit qala bilsin. Deməli, dördüncüsü o götürdük ki, insanın əməllər üzərində sabit qalması üçün olan səbəblərdən. Dördüncüsü, insan ibadətlər üzərində davam etməsi və həmçində qadağan olan şeylərdən çəkinməsi. Fikir versəz, Əhl-i-Sünnə və Cəmaə əqidəsinə görə el-iman yezidu bit-ta'a və yenqisu bil-ma'siyyə. İman ibadətlə, itaətlə artır, asiliklə azalır. Deməli, insan ibadət etdiyi zaman onun imanı artır. Və iman artdığı zamanda onun haqq üzərində sabit qalması üçün də olan səbəblərdən olur. Sabit qalmasına səbəb olan əməllərdən olur. Ona görə bu məsələ mühümdür və insanın da bu yol üzərində davamlı olması üçün, davamiyyətli olması üçün də Allahın yardımına ehtiyac var və duaya ehtiyac var. Fikir versək, biz kimik ki? Peyğəmbər sallallahu aleyhi və səlləm Allah-u Teala vəhiyyə indirdiyi, Peyğəmbərlər üçün imam seçdiyi və yeryüzünə bir nümunə olaraq göndərdiyi insan etdiyi duaya bax. Allahümmə, ey Rəbbim, ə'inni, fikir və kömək istəyir. Allahım, mənə kömək elə. Nə üçün? Alə zikrikə, sənə zikr etməyə və şükrikə, verdiyi nemətlərə şükr etməyə və husni ibadətik və sənə gözəl bir şəkildə ibadət etməyə mənə yardım elə. Fikir ver, harada gəlir bu dua? Təşəhhüddən sonra, salamdan öncə. Bu yerdə oxunan dualardandır. Və bu yer namazda, sonuncu təşəhhüddən sonra və salamdan öncə duaların qabul olma yeridir. Bu yerlərdə duanı çoxaltmaq lazımdır. Necə ki, keçən həftə götürdüyümüz kimi. Deməli, dördüncüsü o idi ki, götürdüyü insanın ibadət üzərində davamlı olması. Və beşincisi, insanın Qur'an oxuması. İnsan Qur'an oxuyarsa,
Qur'an oxuduqca onun imanının artmasına səbəb olar. Və həmçinin keçmiş ümmətlərin hallarından xəbərdar olar. Və xəbərdar olduqca onların başına gələn müsibətlər barəsində elmi olar. Və onlar barəsində elmi olduğu zaman isə özünün onlara baxdığı zaman heç bir çətinlik içərisində olmadığını və nemət içərisində olduğunu və ibadət etməsi üçün ona heç bir maneçiliyin olmadığını dərk edər. Fikir versəz, Allah-u Teala Quran-ı Kərimdə Peyğəmbər sallallahu aleyhi və səlləmə keçmiş ümmətlərin həyatından xəbər verir. Musa aleyhissalamın həyatından, Musa aleyhissalamın qövmünün, Firavunun onun başına açdığı oyundan, Yunus aleyhissalam barəsində və həmçinin İsa aleyhissalam barəsində, Yusuf aleyhissalam barəsində, Davud aleyhissalam barəsində, fikir ver, nə qədər peyğəmbərlər barəsində Allah-u Teala Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmə xəbər verir. Elə bir ki, hər dəfə Peyğəmbər sallallahu aleyhi və səlləm ümmətinin ona etdiyi, ona verdiyi əziyyətləri gördükdə, ona verdiyi o müsibətlər barəsində əziyyətə düşdükdə, Allah-u Teala'nın ona göndərdiyi bu ayələr, bu Qur'an ona bir təsəlli verərdi. Yəni, bax, təkcə sən deyilsən. Səndən qabaqki ümmətlərə də bu müsibətlər gəlmişdi. Bu da bir də buna bənzər misallar da gəlir oruc barəsində. Allah Teala Qur'anda nə buyurur? Ya eyyuhellezine amenu kutiba aleykumus-siyam. Ey iman gətirənlər, sizə oruç tutmaq vacib edildi. Kəmə kutiba alellezine min qablikum. Necə ki sizdən qabaqki ümmətlərə vacib edildiyi kimi. İnsan bəzən eşitir müəyyən bir məsələ, oruc ağırdır. Necə yəni ancaq bu ümmətə vacib olundu? Namaz, oruc. Xeyr, Allah Teala buyurur ki, yəni siz təkcə sizə əmr olunmayıb. Sizdən qabaqki ümmətlərə də oruc vacib olmuşdu. Və həmçində namaz bizdən qabaqki ümmətlərə də vacib olunmuşdu. Təkcə bizim ümmət, Peyğəmbər salsam ümmətdə deyil. Eləcə də insan Quran oxuduğu zaman, Quranda Peyğəmbərlərin qissəsi keçdikdə nə edir? Təsəlli tapır. Və həmçinin Quran elə bir kitabdır ki, Allah Teala buyurur ki, Əfələ yətədəbbərunəl Qur'an, əm alə qulubihim əqfəluhə. Məyər Quran barəsində düşünməzlərmi? Məyər qıfıl mı vardır? Onların qəlbi mühürlənmişdir bir məna olaraq. Yəni, Quran mühürlənmiş qəlblərin bir açarıdır. Quran daşlaşmış qəlblərin yumuşalması üçün bir səbəbdir. İnsan nə qədər Qurandan uzaq düşərsə, qəlbinin o qədər daşlaşdığını hiss eləyər. Quran həqiqətən insanın əxlaqının düzəlməsi və həmçinin Allahın əmirlərini düzgün bir şəkildə başa düşülməsi üçün və keçmiş ümmətlər barəsində, onların halı barəsində məlumat alıb və insanın özünün halına baxması üçün ən böyük nümunədir. Və o qədər insanlar olub ki, onlar Qur'andan uzaqlaşdıqda artıq onlar, Allah qorusun, imanlarının azalmasına və İslamdan uzaqlaşmalarına səbəb olmuşdur. Və o qədər insan olmuşdur ki, onlar Qur'an oxumağa başladıkları zaman dərd, kədər, hüzün, intiqam, problemlərlə başlamış və onlar namazı bitirdikləri zaman, namazda Quran ayələrini oxuduqları zaman, namazı bitirdikdə onların qəlbində heç bir şey qalmamışdır. Quran elə bir kitabdır. Quran elə bir kitabdır ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, hər hərfinə 10 savab var. Və həmçinin də Peyğəmbər sallallahu buyurur ki, əlif, ləm, mim, mən demirəm ki bir hərf, əlif bir hərf, ləm bir hərf, min bir hərfdir və bunların hərəsi üçün 10 savab vardır. Və insanın, necə ki əvvəlki məsələdə götürdüyümüz kimi, Quran oxuduqca imanı artır, ibadəti artır. İbadət artdıqca insanın qəlbindəki iman da güclənir və iman gücləndiyi zamanda insanın bu hidayət yolunda sabit qalması üçün səbəb olur. Bu 5-incisi idi və 6-cısına gəldikdə isə insanın keçmiş ümmətlərin, əməli salih insanları, Peyğəmbər s.ə.v-in həyatı, Peyğəmbərlərin həyatı və həmçində sahabələrin həyatını oxuması. İnsan onların həyatını oxuyarsa, onların nə qədər çətinliklər içərisində olduğunu, müsibətlərlə qarşılaşdıqlarını və buna baxmayaraq da yenə də bu hidayət üzərində sabit qaldıqlarını görərik. Fikir verin, Buxari Rahimullah'ın başına gəlmiş bir hadisə. Buxari Rahimullah bildiyimiz kimi, yəni işləyərdi, müəyyən bir vaxt işlədikdən sonra səfər üçün pul, azuqə toplayardı və hədis elmi öyrənmək üçün səfərə çıxardı. Bəzən də aylarla
hədis axtarmaq üçün səfərə çıxardı. Və bir gündə yenə işləyib pulunu cəm etdikdən sonra gəmi ilə səfərə çıxır və heç kim tanımır. O vaxtında nə qazet və yaxud da ki, bugünkü müasir avadanlıqlar yox idi. Sadəcə eşidilib ki, filan kəs deyən bir, Buxari deyən bir adam var. Adı Buxari deyil, ləqəbidir və heç kim tanınmır. Sadəcə adını eşidib ola bilərlər. Və Buxari rəhməllah gəmiyə minir və gəmidə olduğu zaman yolçulardan biri Buxari rəhməllahın yanında Buxarini tanıyır və deyir ki, üstündə nə qədər pul var və bilir ki, heç vaxt yalan danışmayacaq və deyir ki, 100 dinar və üstündən biraz vaxt keçir və gedir gəminin kapitanına deyir ki, mənim 100 dinarım oğurlanıb və kimin oğurladığını da bilirəm. Filan yaşlı kişi mənim 100 dinarımı oğurlayıb və gəmidə başlanır axtarış və ilk olaraq ədəbdən olaraq ki, ondan başlamırlar və digər yolculardan başlayırlar axtarışa və gəlib Buxari rəhməllah çatdığı zaman Buxarinin üstündən 100 dinar tapılmır və axtarış dayanılır və gəmidə hər kəs yoxlanılır və həmənki itmiş 100 dinar tapılmır. Daha doğrusu o etdiyi hiləyə görə axtarılan o 100 dinar tapılmır və axtarış dayanılır. Bir müddət keçəndən sonra yenə həmən cavan oğlan gəlir, deyir, nə etdiyin 100 dinar? Deyir, dənizə atdım. Fikir verin, insanın aylarla çalışdığı və aylarla azüqəsi idi ki, hədis almaq üçün getdiyi yollarda. Fikir verin, atdı. Nə üçün atdı? Öz nəfsi üçün yox, Allahın dinini qorumaq üçün atdı. Ki, söz çıxa bilərdi ki, Buxari oğruçudur və onun yığdığı hədislər heçə gedə bilərdi. Subhanallah. Baxın, yəni bunun kimi nə qədər insanlar olub ki, Allahın dinini qorumaq üçün onlar əziyyət çəkmişlər. Öz canlarını hədər vermişlər. Amma bugün biz, Allah qorusun, nəfsimiz üçün yəni nə istəsə edirik. Ona görə bu məsələ mühüm məsələ. Ona görə insan keçmişdəkilərin, əməli salihlərin və həmçinin salih insanların, Peyğəmbər s.ə.v sahabələrin həyatını oxuduğu zaman həqiqətən onların nə qədər çətinliklər çəkdiyini insan şahid olur. Və bu da o insana bu din üzərində sabit qalması üçün təsəlli olur. Ona görə mühüm məsələlərdəndir ki, insan keçmişdəkilərin tarixini oxusun. Peyğəmbərlərin tarixini oxusun. Peyğəmbər s.ə.v sahabələrinin tarixini oxusun. Və ən böyük nümunə olaraq da bizə Peyğəmbər s.ə.v kifayətdir. Ona öz doğmalarının etdikləri, öz yaşadığı Məkkə əhlinin ona verdiyi zülümlər və onun çəkdiyi əziyyətlər bizim üçün bir örnəkdir. Bizim üçün din üzərində sabit qalmaq üçün kifayət edər. Yəni Allah qorusun, baxın, insan elə bir insandır ki, Allah Teala tərəfindən seçilib. Allah Teala ona mələk nazil edib. Mələk Quran gətirir ona. Quran nazil olub və peyğəmbərlərin ən şərəflisidir. Baxırsan ki, nə qədər müsibətlərə düçar qalıb. Yəni evladlarından heç biri, 7 evladından heç biri, ancaq bir qızı Fatimədən başqa hamısı özündən qabağa ölüb. Özü ən gözəl vaxtında. Fikir verin, oğlanları balaca vaxtında. Peyğəmbər s.ə.v onları öz əlləri ilə torpağa qoyub. Fikir verin, nə qədər müsibət. Bugün baxırsan ki, biri dindən çıxır. Baxırsan ki, biri adı Muhammeddir, adını dəyişib başqa bir ad qoyur. Nə oldu? Mən İslamda idim, namaz qıldım, başıma müsibətlər gəldi. Ona görə nə etdi? Mən dindən uzaqlaşan kimi hər şey düzəlir. Baxırsan ki, yüngül bir müsibət insanı büdrətir. Ona görə yəni keçmişdəkilərin həyatını oxumaq həqiqətən də insanın dini üzərində sabit qalması üçün olan səbəblərdəndir. Və həmçinin səbəblərdən götürmək olar ki, insan səbəblərdən götürmək olar ki, insanın dini üzərində sabit qalması üçün deməli, elm öyrənməsi. Elm nurdur. Elm elə bir ki, insanın zülmətə düşdüyü zaman onun əlindəki bir fənərdir. Elə bir fənər ki, baxdığı hər yeri işıqlatır. Elə bir fənər ki, Allah ki, onun işığının qarşısını alacaq bir şey yoxdur. Elm deyildiyi zaman burada faydalı elm, şəriət elmi nəzərdə tutulur. İnsan var ki, başqa elm öyrənir,
Allah qorusun, onu ancaq dəlalətə, azğınlığa və insanlar arasında onun mübahisə edərək özünü daha üstün tutmağa aparır. Bir də var ki, insan elm öyrənir, şəriət elmi öyrənir və öyrəndiyi elm onu biraz da başını bükür. Və biraz da onun elminin nə qədər az olduğunu ona öyrətir. Necə ki, gəlir ki, insan nə qədər çox oxuyarsa, o qədər az bildiyini bilər. İnsan nə qədər çox oxuyarsa, o qədər az bildiyini bilər. Və həmçinin də elm insanın hikmətli olmasına və həmçinin insanın ədalətli olmasına və həmçinin insanın hər insanla necə müamilə etmək lazım olmasını bildirən bir vasitədir, bir səbəbdir. Burada məsələ şübhə yoxdur ki, şəri elmdən gedir, fayda verən elmdən gedir. Və insan etdiyi ibadətlər içərisində ən fəzilətli əməl də insanın elm öyrənməsidir. Çünki elm, nə qədər insan elmi çox öyrənərsə, Allahı o qədər çox tanıyar. Və Allahı nə qədər çox tanıyarsa, Allahdan o qədər çox qorxar. Və Allahdan nə qədər çox qorxarsa, dini üzərində sabit qalması üçün ən mühüm səbəblərdən olar. Ki verin. Elm elə bir şeydir ki, insan elm səbəbi ilə Allah-u Teala onu həm dünyada və həmçinin də ahirətdə ucaldır. Allah-u Teala nəinki insan, fikir verin, Quranda elmli itlə elmsiz iti fərqləndirmişdi. Elmli olan iti üstün etmişdi. Fikir versəniz, ov iti, ov elmi ilə öyrədilən bir it. Ov gətirdiyi zaman onun gətirdiyi ovu yemək halaldır. Amma digər öyrədilməyən it ov gətirdiyi zaman onun gətirdiyi ov yemək icazəli, haramdır. Fikir verin, elmli it elmsiz itdən üstün edilmişdir. Və həmçində Allah-u Teala insanlar barəsində buyurur ki, Həl yəstəvillezine ya'lemun vellezine la ya'lemun. Heç bilənlərlə bilməyənlər bir ola bilərmi? Fikir ver. Heç bilənlərlə bilməyənlər bir ola bilərmi? Ona görə elm insanın cövhəridir. Yəni insanın gümrahlığıdır. Necə ki, gəlir ki, insan elm öyrənər və öyrəndiyi elmə əməl edərsə və cavanlığında bunu tətbiq edərsə, Allah-u Teala da yaşlandığı zaman Allah-u Teala da onu qoruyar. Və gördüyümüz o qədər alimlər olub ki, artıq onların bədəni tutmur. Və onları kürsülərini otuzdururlar. Və baxırsan ki, Allah-u Teala onların gözlərini, yaşları səbəbilə gözləri zəifləmişdi. Yaşları səbəbilə bədənləri zəifləmişdi. Yaşları səbəbilə qulaqları zəifləmişdi. Amma subhanallah, beyinləri kəskin qılıncdan da daha itidirlər. Onlar şəri məsələlər barəsində elə fətvalar verirlər. İnsanlara, onlardan nəsihət, tövsiyə istəyənlərə elə tövsiyə verirlər ki, insan baxır ki, həqiqətən özü qocalıb. O qocalmayıb. Baxır ki, insan elə danışır ki, subhanallah, baxırsan ki, bu yaşlı kişi hara, bu söz hara. Vallahi ki, insan Allahı qoruyarsa, yaşlananda da Allah-u Teala onu qoruyar. Və onu həm dünyada və həmçində ahirətdə kəlmə sabit, o la ilahə illallah kəlməsi üzərində sabit edər. Allahdan istəyirik ki, Allah-u Teala bizi dini üzərində sabit etsin. Və haqqı haqq kim görüb, haqqı əməl etməyi, batil də batil kim görüb, batildən çəkinməyi nəsib etsin. Və bizi irəlilədikdən sonra geriləməkdən, hidayətə gəldikdən sonra azmaqdan qorusun. Və Allahdan istəyirik ki, Allah-u Teala bizi əməl salihlərlə qarşılaşdırsın və dostlarımızı, yoldaşlarımızı əməl salih insanlar etsin və onlarla birlikdə həşr olunmağı və onlarla birlikdə Firdevs cənnətinə soru-sualsız olaraq daxil olmağı, Peyğəmbər sallallahu aleyhi və səlləmin havuzunun, Kəvsər havuzunun başından birlikdə su içməyi və onunla birlikdə bir məclisdə oturmağı Allah-u Teala bizə nəsib etsin. Və analarımız, atalarımızla, bacı və qardaşlarımızla, yoldaşlarımızla, evladlarımızla, hər bir müsəlmanla birlikdə əmin.